Bakıda həbsdə olan hərbi cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audio mesaj göndərib. Bu barədə Oxu-Az Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat verib. Bildirilib ki, Vardanyan müraciətində səhhəti ilə bağlı hər şeyin qaydasında olduğunu deyib. Mən heç zaman olmadığı qədər ruhən gümraham deyə o bildirib. Vardanyan daha sonra təmasda olduğu çoxlu sayda azərbaycanlılara təşəkkür edib. Mən optimistəm və inanıram ki, hər şeyə rəğmən qarşımızda duran bütün çətinlikləri dəf edəcəyik və bəzi xalqların bacardığı kimi yenə də öz vətənimizdə qonşumuzla sülh şəraitində bir-birimizə hörmət edərək yaşayacağıq. Qarşılıqlı düşmənçiliyə, yığılmış qəzəb və nifrətə qalib gələcəyik. Ancaq biz bunu həqiqətən etmək istəyiriksə, bizə sadəcə kağız üzərində imzalanan deyil, həmçinin həyatda da reallaşdırılan həqiqətən sabit, uzun müddətli sülh lazımdır deyə Vardanyan vurğulayıb. Qeyd edək ki, Ruben Vardanyan 2023-cü il sentyabrın 27-sində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanılıb.